Proqramın istifadəçi interfeysi ilə tanışlıqdan və bəzi alətlərin tətbiqi qaydalarını öyrəndikdən sonra belə, Excel proqramında ciddi əməliyyatların aparılması çox tez olardı. Excel çox çətin proqramdır. Proqramda mürəkkəb hesablamaların aparılması çoxlu sayda parametrlərdən asılıdır. Proqramda maksimal nəticənin alınması üçün bu parametrlərin sazlanması mümkün olduğu kimi həm də vacibdir. İstifadəçinin ilk sazlaması lazım olan parametrlər səhifənin parametrləridir. Baxmayaraq ki, biz istənilən an bu parametrləri dəyişə bilərik, məsləhətdir ki, sənədə məlumatları daxil etməzdən əvvəl bu parametrləri sazlayasınız. Səhifənin parametrlərini sazlamaq üçün lazım olan parametrlər Page Layout bölməsindəki Page Setup qrupunda yerləşir. Gəlin buradakı parametrlərlə tanış olaq. Qrupdakı Margins düyməsi səhifənin yazı sərhədlərinin ölçülərini müəyyən etmək üçündür. Buradakı nümunələrdən birini seçməklə ölçünü öncədən müəyyən edilən şablon ölçülərə görə dəyişə bilərsiniz. Amma bu ölçülər sizi qane etmirsə, Custom Margins düyməsinə basaraq konkret ölçüləri vermək üçün Page Setup pəncərəsi açılacaqdır. Səhifənin yuxarısı, aşağı, sol və sağ tərəfləri. Öncədən müəyyən edilmiş ölçüləri buradan dəyişə bilərsiniz. Ölçüləri müəyyən etdikdən sonra OK düyməsinə basaraq dəyişmək olar. Burada gördüyünüz header və footer ölçüləri isə qalan titullar üçün ayrılmış sahənin ölçüləridir. Orientation düyməsinin köməyi ilə isə səhifənin istiqamətini müəyyən etmək olar. Seçim üçün sizə iki istiqamət verir. Portrait və Landscape, yəni kitab və albom forması. Hansılar arasında ki, buradan seçim etmək olar. Standart olaraq hər zaman Excel proqramı açıldığında yeni yaradılacaq sənəd üçün kitab forması seçili olur. Albom formasını seçmək üçün Landscape seçimini edə bilərsiniz. Size düyməsinə basaraq isə sənədinizin səhifələrinin kağız formatını seçmək olar. Standart olaraq letter seçilidirsə, buradan A4-ü, A3 və digər formatları da seçmək olar. Print Area. Buradan isə sənədinizdə çap olunacaq sahəni müəyyən etmək üçün istifadə edə bilərsiniz. Biz sizinlə bu haqda sənədin çap olunması mövzusunda daha geniş, daha ətraflı danışacağıq. Breaks düyməsinin köməyi ilə isə səhifələr arasındakı bölgüləri müəyyən edə bilərsiniz. Yəni, yeni səhifənin başlanacağını müəyyən edə bilərsiniz. Məsələn, hal-hazırda gördüyünüz kimi bu birinci səhifəmizdir. Bu qırıq-qırıq xətlər səhifələr arasındakı bölgünü müəyyən edir. Əgər biz birinci səhifənin burada bitib İkinci səhifə və digər səhifələrin buradan başlanmasını istəyiriksə, sıçan sol düyməsi ilə bu xananı seçib, Breaks düyməsinə basaraq Insert Page Breaks seçimini edə bilərik. Və gördüyünüz kimi, biz birinci səhifənin bitdiyi xananı bura olaraq müəyyən etdik, buradan isə digər səhifələrin başlanma nöqtəsini müəyyən etdik. Background düyməsinin köməyi ilə isə vərəqlərin arxa planına şəkil tətbiq edə bilərsiniz. Siz buradakı parametrlərin daha ətraflı sazlanması üçün bu düyməyə də basa bilərsiniz. Bu düyməyə basmaqla Page Setup dialoq pəncərəsini açırsınız ki, burada bu parametrlərin sazlanmasını daha ətraflı şəkildə həyata keçirə bilərsiniz. Page. Burada göstərdiyimiz parametrlərin bir çoxu bu bölmədə vardır. Məsələn, səhifənin istiqamətini müəyyən etmək üçün Orientation qrupu, kitab və ya albom
forması arasında dəyişikliyi buradan da edə bilərsiniz. Kağızın formatını buradan seçirik. Sənədin çap keyfiyyətini burada müəyyən edə bilərik. First page number, əgər burada auto olaraq qalarsa, səhifələrin nömrələnməsi məhz 1 rəqəmindən başlayacaqdır. Yox, əgər burada 3 yazarıqsa, səhifələrin nömrələnməsi 3 rəqəmindən başlayacaqdır. Margins qrupunda isə səhifənin hər 4 tərəfini yuxarı, aşağı, sol və sağ tərəflərinin sərhədlərinin ölçülərini müəyyən edə bilərsiniz. Bu ölçülərdən əlavə həm də kalan titullar üçün ayrılmış ölçüləri də müəyyən etmək olar. Header and footer, buradan isə səhifənin yuxarı və aşağı hissəsinə kalan titul yerləşdirə bilərsiniz. Biz sizinlə bu haqda kalan titul mövzusu haqqındakı video dərsimizdə daha ətraflı danışacağıq. Sheet, buradan isə sənədinizin çap sahəsini müəyyən edə bilərsiniz. Print area, grid lines, səhifədəki xətlərin də çapdan çıxmasını istəyirsinizsə, bu seçimi edirsiniz. Black and white, bu seçimi edəriksə, sənəddəki rəngli, deyək məsələn, şəkil və digər məlumatların olmasına baxmayaraq, məlumatlar boz rəngdən istifadə edərək çap olunacaqdır. Draft quality, bu seçimi edəriksə, vərəqdəki xətlərin və rəngli qrafik məlumatların çapdan çıxmasının qarşısı alınacaqdır. Bu isə sənədin çap olunması müddətini bir xeyli azaldacaqdır. Row and column headings, bu seçimi etməklə isə vərəqdəki sütun və sətirlərin başlıqlarının da çapdan çıxmasını təmin edə bilərik. Comments, buradan isə əgər vərəqdə hər hansı bir xanaya qeyd əlavə etmişsinizsə və onun da sənəd çap olunduğu zaman çapdan çıxmağını istəyirsinizsə, buradan seçim edə bilərsiniz. At end of sheet, bu seçimi edib OK düyməsinə basarıqsa, sənəddəki qeydlərdə olan yazılar əlavə bir vərəqdə çap olunacaqdır. Yox, əgər as display on sheet seçimini edib OK düyməsinə basarıqsa, vərəqdəki xanalarda olan qeydlər vərəqdə məhz göründüyü formada da çapdan çıxacaqdır. Page order, down then over, bu seçimi edəriksə, hansı ki məhz elə standart seçili olur, vərəqdəki səhifələrin ardıcıllığı yuxarıdan aşağı istiqamətdə və daha sonra sağ tərəfə istiqamətdə müəyyən edilir. Yox, əgər over then down, bu seçimi edəriksə, vərəqlərdəki səhifələrin ardıcıllığı soldan sağa və sonra aşağı istiqamətdə müəyyən edilir.